Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız, hər həftə olduğu kimi İrşimiz adlı verilişimizlə yenə də evlərinizin qonağıyıq. Mən qonaqlarımı sizə təqdim etməzdən əzəl, inşallah sizlərdən ricam budur ki, İrş Media adlı səhifəmizə abunə olmağı unutmayın. Bizə mənəvi dəstək olun ki, biz də hər zaman xidmətinizdə olaq. Beləliklə, bugün çox dəyərli bir gündür, çox əzəmətli bir gündür. Allah təbarək və Teala bu günün hörmətinə cəmi kəsilən qurbanları, olunan ziyarətləri, olunan təvafları, deyilən ləbbeyləri, istənilən hacətləri böyük yaradan öz dərgahında qəbul etsin inşallah. Bizim dəyərli hacılarımız, dəyərli Kəbə evinin təvafçıları, Allah evinin qonaqları, ziyarətiniz qəbul olsun. Allah təbarək və Teala hər bir arzusunda olana bu müqəddəs məqamı, bu müqəddəs məkanı, ziyarət və şifaətin nəsib eləsin inşallah. Beləliklə, müqəddəs Qurban bayramıdır. Dəyərli xalqımız, bayramınız mübarək olsun. Əziz analarım, bacılarım, qardaşlarım, əmilərim, dayılarım, hər birinizin ocağı qoy Qurban bayramının ab-havası ilə həmişə isti olsun inşallah. Və bugün bizim studiyamızın çox dəyərli qonaqları var. Mən onları bu cür təqdim edərdim ki, doğrudandır, o gənc olmaqlarına baxmayaraq artıq illərdir ki, xalqımızın xidmətində olan və bizim çox dahi, əvəz olunmayan, böyük bir ustadımızın məktəbini yaşadanlar, bu məktəbi davam etdirənlər, mən belə deyərdim, onun yaratdığı bir qrupun bugünə qədər o fəaliyyətini davam etdirən, çox da söz uzatmadan mən söhbət dəyərli ustadımız Hacı Yaşar Cahiddən gedir. Mən Allahdan Hacıya rəhmət dilirəm. Allah onun ruhunu şad eləsin bu müqəddəs bayram günündə. Onun bu efir vasitəsilə ailəsini, balalarını salamlayıram, əzizlərini salamlayıram və həmişə mən onlara bu cür yanaşıram. Söz yox ki, qrupun adı Əhl-i Beyt, Məddahlar, İlahi Nəğmələr qrupudur, amma mən elə onlara bizim Nardaran qrupu deyərək müraciət edirəm. Amma onların artıq illərdir ki, xidməti göz qabağındadır. Yeri gəlmişkən, studiyamın bugün qonağı qrupun yarı hissəsidir. Amma yarı hissəsi niyə olmadığı üçün az sonra onu sizlərə deyəcəm. Mənim çox dəyərli əzizim, dəyərli qardaşım, səsi ilə, sözü ilə xalqın xidmətində olan Kərbəlayı Muhammed qardaşım. Kərbəlayı, xoş gəlmişsən, səfa gətirmişsən. Ya Allah. Ya Allah, mən də salamlayıram. Əziz hacımız sizi, bu gözəl verilişi təşkil edənləri, burada xidmət göstərən əzizlərimizi, qardaşlarımızı salamlayıram. Zəhmət çəkirsiniz, gözəl veriliş hazırlayırsınız. Allah sizi dünya və axirətdə Əhl-i Beyt ələsəlamdan inşallah məhşur eləsin. Var olasınız. Amin. Çox sağ olun. Allah razı olsun. Studiyamızın daha bir qonağı, yəni qrupun daha bir üzvü, doğrudan da ki, onun səsi gələndə artıq istər efirlərimizdən ola, istər toylarımızdan ola, istər mərasimlərimizdən və ya əza məclislərimizdən fərqli bir səs, fərqli bir səs, o da bizim dəyərli Hacı Zahid qardaşım. Hacı, xoş gəlmişsən. Ya Allah. Ya Allah. Bismillahirrahmanirrahim. Çox sağ olun Hacı. Dəvət etdiyinizə görə biz də təşəkkürümüzü bildiririk. Qurban bayramı münasibəti ilə xalqımızı və siz əziz dəyərli qardaşlarımızı təbrik edirik inşallah. Sözüm bu qədər. Allah razı olsun. Çox sağ ol. Çox sağ ol. Hacı, əvvəla hər birinizə təşəkkür edirəm ki, bu əziz gündə bizim dəvətimizi qəbul etmişsiniz. Daha bir əziz qonağım, daha bir dəyərli qonağım, mənim qonaqlarım həqiqətən də bir-birindən dəyərlidir. O da bizim, belə deyərdim, gənc şairimiz Həmid Hikmət oğludur. Həmid, xoş gəlmişsin. Ya Allah, Zahid Bey, Həmidə bunu. Ya Allah. Ya Allah, mən də hər kəsi salamlayıram. Allah köməyimiz olsun inşallah. Çox sağ olun, bizi dəvət eləmişsiniz. Çox sağ olun, əməzə. Uğurlarınız bol olsun, bayramımız mübarək olsun inşallah. Allah izni ilə gələn il Məkkədə olsun inşallah. Amin, amin, amin. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Və bizim dəyərli qrupumuzun iki üzvü, yəni bizim Əhl-i Beyt Məddahları, İlahi Nəğmələr qrupunun iki üzvü. Məlum ki, mən Ustad Hacı Nasir qardaşım, mənim böyüyüm, mənim ustadım. Niyə onu dəvət etməmişəm? Mən onun üçün xüsusi bir veriliş inşallah hazırlayacağım Allah'ın günü və bu günlərdə də Hacının bərk başı qarşılığı vədələri var.
Xüsusən yenə də hacımı salamlayıram buradan və ona uzun ömür, can sağlığı arzu edirəm. Nə yaxşı Hacı Nasirimiz var ki, bugün Əhl-i Məddahları İlahi Nəğmələr qrupunun bir rəhbəri kimi, bir ağsaqqalı kimi, yəni bugün xalqın xidmətindədir. Qrupumuzun daha bir üzvü, xüsusi öz səsi ilə sevilən, xidmət edən, onun gənc olmasına baxmaram, mən qohumpərəstlik eləmirəm. Sözün əsl mənasında doğrudan da ki, o dinamiki ilə, o belə deyə, gözəl ilahiləri ilə, mətləri ilə, o da artıq illərdir ki, xalqın xidmətindədir. Biz dünənə qədər ona Kərbəlayı Kamran deyə müraciət edirik. Artıq bugün Qurban Bayramıdır, bugündən etibarən, Zahid, Məhəmməd, nə deməliyik? Hacı Kamran qardaşım, onu da salamlayırıq. O hal-hazırda Məkkə ziyarətindədir, o ziyarəti qəbul olsun. Allah ona hər il nəsib eləsin. Qurban Bayramında onu burada tapmayaq. Harda? Məkkədədir. Hərdən bir şuxluq, bir bayram zarafatı lazımdır. Mən bir daha hər birinizə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm ki, bizim dəvətimizi qəbul eləmişsiniz. Gəlin belə bir sualla başlayalım. Bax, Qurban Bayramı deyirik. Qurban Bayramının mahiyyəti məlum məsələdir. Bax, siz məddahların Qurban Bayramında illərdir ki, maşallah ki, xidmətdəsiniz. Və bu bayram günü sizdə hansı sevinç hissləri yaşanır? Hansı, yəni o belə deyildi, bayram gecəsinə və ya bayram gününə bir-iki gün qalmış, nəyə hazırlaşırsınız? Gəlin bu barədə danışaq. Hacı Zahid, ya Allah, söz səndən. Ya Allah, Hacı, gözəl sualdır. Bu bayramda insanların müxtəlif fikirləri vardır. Hər insanın öz müxtəlif fikirləri var. Kimisi Allahın yaratdığı bir heyvanı qurban olaraq qəbul eləyir. Kimisi bir pis əməlini o günü tərk edir. Bu sevinç ondadır ki, məsələn, biri qeybəti tərk eləsin o günü, qurban keçsin. Qurban keçməkdən fəzilətli olar, mənə elə gəlir. Nə gözəl. Biri namaza başlayır o günü. Biri dualar eləyər, biri xeyrəmələ başlayar. Yəni mənim fikrim budur ki, inşallah, yəni əməllərin ən gözəli elə odur ki, qurban kəsəsən, amma ki bir neysə insan özündə də qurban kəssin, bir hansısa bir əməli. Mən belə deyərdim, öz pis əməlini qurban versin. Öz pis əməlini qurban versin. Bu özü bir dənə bayram olar. Həzrət Əleyhisselam nə deyir? Deyir ki, mənim üçün o gün bayramdır ki, günah etmədiyim gün mənim üçün bayramdır. Zahid, təşəkkür edirəm sənə, minnətdarlıq. Məhəmmədin fikri barədə nədir? Ya Allah. Ya Allah. Mən bayaqlar Hacı salamlaşdım, amma bayram təbriki qaldı. Mən əvvəla inşallah hələ bu gözəl bayram münasibəti ilə ki, gözəl böyük bayramdır, Qurban Bayramı. Bu bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Allahdan istəyirəm inşallah Allah hər kəsə bu gözəl Qurban Bayramında inşallah həcc ziyarətini nəsib eləsin. Gedənlərə dübarə, getməyənlərə inşallah ruzi eləsin. Hamımız inşallah gedək, bu gözəl bayramı orada qeyd edək. Hər bir bayramın öz gözəlliyi vardır, ab-ı havası vardır. Və hamımız inşallah çalışmalıyıq ki, hər bir bayramda ən əsas elə birinci ələ evimizdə bayram ab-ı havası yaradaq. Əhsən. Və insan gərək çalışır ki, öz əsas birinci nəfsini qurban versin. Əsas budur. İnşallah çalışır. Yəni, öz nəfsimizi qurban verək bu Qurban Bayramında və gələn inşallah günlərimiz gözəl keçsin, günahsız keçsin və bu olar inşallah əsl bayram, gözəl bayram. Bəli. Allah razı olsun Məhəmməd, Allah səni var etsin. Mən dəfələrlə ənənəvi olaraq bu sualı verirəm ki, necə oldu məddah oldun? Necə oldu oxuyan oldu, necə? Amma bugün bu sualı sizə verməyəcəm. Çünki niyə? Daha illərdir maşallah xalqın xidmətindəsiz. Bugün studiyamızın qonağı dəyərli Həmid Hikmətlidir. Mənim çox dəyərli qardaşım, Allah rəhmət eləsin. Hikməti bizim Hikmətimizin yadigarıdır. Amma bu sualı ona verəcəm. Hikmət, necə oldu? Həmid, necə oldu şair oldun? Ya Allah. Bu mənim üçün çox maraqlıdır. Ya Allah. Ya Allah. Məndə bu 15-16 yaşlarından var. Şeirə, qəzələ maraq göstərirdim, oxuyurdum. Amma cəhd eləmirdim yazmağa. Özümdə cəsarət tapa bilmirdim ki, yazaram. Birdən düz gəlməz, birdən alınmaz. Sonra Allah rəhmət eləsin Yaşar əmini, Zahidi. Allah rəhmət eləsin. O mədəniyyət evində bir yığıncağı vardı Həcmail adına. Yığışırdıq oraya, gənclik eləmirdim, maraqlanırdım, oxuyurdum, mütaliə göstərirdim, amma yazmırdım. Sonra Allah rəhmət eləsin, getdi rəhmətə gedəndən sonra qaldı. Sonra bu son illərdə Allah kömək olsun, Taləm Sadiq, Bəhrü Sirati, İbrahim Aqil,
təşəbbüs göstərdilər ki, təkid elədilər, yaz səndə alınacaq, yaz alınacaq. Artıq 3 il var da, 3 il var, 4 il var ki, yazıram. Maşallah. Mənə həvəsi gətirdilər ki, Maşallah. yaz. Ən çox ay Həmid, ən çox hansı şairlərdən qidalanmısan? Yəni oxumusan, mütaliə eləmisən. Bax olur da insan ki, mən şəxsən mənə deyirlər necə oldun, məddah oldun. Dedim mən Hacı Yaşar Zahidin ağzına baxırdım. Mən Hacı Nasirin ağzını güdürdüm. Mən Hacı Aqil əmini izləyirdim. Belədir də, hə, qurban olum. Mən izləyirdim bunları. Mən Hacı Yaşar mənim əlimdən mahnı oxuya bilmirdi. Yəni onun səhəri mən onu əzbərləyirəm. Mümkün deyil ki, mən onu əzbərləməyəm. Yəni onun sənəti, onun böyüklüyü, onun yaradıcılığı bax şəxsən məni gətirdi ilahi mahnı ifadəsidir. Bax sən kimə qulaq asırsan, dinləyirsən və ya oxumusan? Oxumuşam mən Hacı Ələmdar Mahir əmini, Allah rəhmət Hacı Mail əmini, sonra bir neçə sən şair Arif Buzonalı, Allah rəhmət eləsin. Sonra Seyyid Əzimi oxumuşam biraz. Maşallah, maşallah. Hələ belə ki, davam edirəm. İndi hal-hazırda mütaliə edirəm. Əlhamdülillah. Allah qələmə bərəkət versin. Doğrudan sən bir-iki şeirlərimi mən oxudum. Doğrudan da mən hətta ətrafımda olan qardaşlara da təqdim edirəm. Baxın, maşallah bizim gəncimiz gör nə gözəl. Hətta 2 dənə Allahdan şeirim var idi. İnşallah az sonra səsləndirərsən. Bayram gündə Məhəmməd deyirəm, bəlkə biz Zahidi dilə gətirək. Hə? Zahidin səsi gəlməyəndə iş getmir. Maraqlı olmur. Ya Allah. Allah Hacı Yaşarın ruhunu şad eləsin. Deyərdi ki, eydi əhzadə nigarı özümə ram elədim. Xalqı bir bayram edər. Mən 2 bayram elədim. İnşallah bizim üçün də 2 dənə bayramdır. Həm Qurban bayramı, həm də sizin dəyərli verilişinizə. Allah razı olsun. İnşallah mən bir qurbanlıq şeiri var. Allah cəmiyyən hamıya qismət eləsin. Kəbə evini. Qismət olub, mən də çox yazan deyirəm, şair deyirəm. Amma orada qismət elədi Allah, mən o şeiri. Yəni bunu sən yazmısan. Allah bir qurbanlıq şeiri. Maşallah, böyük məhəbbətinə. Salına elə muğam kimi ifadə edərəm. Bismillahirrahmanirrahim. Verdi bir taze nefes dövrana kurbanlık günü. Bir fazilettir bu her insana, kurbanlık günü. Sağ ol, sağ ol. Bir zaman kuyminada Hazreti İbrahim'e emrolundu kıl vefa peymana kurbanlık günü. Oğlunu Mina dağında istedi kurban keseye. Oğlunu Mina dağında istedi kurban kesem. Her kadar cehd eyledi kurbana kurbanlık günü. Kesmedi 7 defa İsmail'in hülgün bıçağı. Vahyi geldi yaveri Sübhane kurbanlık günü. Ey Habibim, maşallah. Ey Habibim, imtihanlar içre senden razıyam. Get haber ver Hazar'ın alana kurbanlık günü. Gördü bir koç zahir oldu. Maşallah, bəli. Gördü bir koç zahir oldu. Bildi hakdan töhfedir. El atıyıp hamd eyledi Rahman'a kurbanlık günü. Zahidem
bayramda çəkdim nəzmə qurban şehrimi. Təbrik olsun Azəri Baycana qurbanlıq günü ayım anam anam. Ay səs və bərəkət, maşallah, maşallah, əcəb, maşallah. Elə soyunmaq, Həmid, aç o şeirlərindən gəlsin. Zaten sənin səs və bərəkət. Mən təşəkkür edirəm, nərdən o Segah'a toxunmuyor, bu alınmaz da. Mütləq, hər, Segah da bizim laylamızdır. Ya Əli, ya Əli, ya Allah. Buyur Həmidcan, buyur. Allahına aşık olan insan günah etmez. Allahına aşık olan insan günah etmez. İster açıq aşkar ne de pünhan günah etmez. Sağ ol. Bir şəxsin əgər qəlbi ola Allaha bağlı, bir şəxsin əgər qəlbi ola Allaha bağlı, azdırmağa cəhd etsə də şeytan günah etməz. Sağ ol, sağ ol. Bir bəndə günah etdisə imanı zəifdir. Bir bəndə günah etdisə imanı zəifdir. Hər kəsdə əgər vardırsa iman günah etməz. Maşallah. Aşiq ilə məşuq arası çox uzaq olmaz. Aşiq ilə məşuq arası çox uzaq olmaz. Mömin eləyər dəhridən yoksan günah etməz. Allah buyurub verdiyi mər nemətə şükr et. Allah buyurub verdiyi mər nemətə şükr et. Kim istər əgər cənnət-i rizvan günah etməz. Sağ ol, sağ ol. Hikmətli Həmid hər zaman ol nəfsinə hakim. Hikmətli Həmid hər zaman ol nəfsinə hakim. Allahı əgər dərk edə insan günah etməz. Sağ ol. Allahı əgər dərk edə insan günah etməz. Çox sağ ol. Birində deyil. Doymuruq biz şehirdən, qəzəldən biz doyan adam deyilik. Ayıl insan gələcək ruzu qiyamət biləsən. Çəkəcəkdir o günü çoxsu xəcalət biləsən. Yemə heç vaxtı yetim haqqın aramdan uzaq ol. Verəcək insanın əzası şəhadət biləsən. Qorxasan məhkəmədən hakim özü şahid ola. Qorxasan məhkəmədən hakim özü şahid ola. Tapacaq öz yerini haqqı ədalət biləsən. O qədər xunda buyurdu bizə Peyğəmbərimiz. O qədər xunda buyurdu bizə Peyğəmbərimiz. Əhl-i beyti sizə mən verdim əmanət biləsən. Kim əgər mahı mühərrəmdə tökər göz yaşını, tapacaq ərsəyi məhşərdə şəfaət biləsən. Qəbrimin ilk gecəsi qıl mənə vəhşət namazı. Qəbrimin ilk gecəsi qıl mənə vəhşət namazı. Sənə eylərdi Həmid böyle vəsiyyət biləsən. Maşallah. Sənə eylərdi Həmid böyle vəsiyyət. Sağ ol, sağ ol. Sənə Allah saxlasın. Allah səni qorusun. Mən Həmidin o axır şeirində bir Qədirxum adı gəldi. Qədirxum adı da gəldi, məlumdur ki, Əli Əleyhisselam yada düşür. Əli Əleyhisselam dedim, ay Məhəmməd, sən Həzrət Əlidən bir gözəl ilahın var. İstəyirəm onu oxuyasan. Etirazın yoxdur ki. Beləliklə, dəyərli Kərbəlayı Məhəmməd qardaşımın ifasında Əmir Əleyhisselama həsr olunmuş gözəl bir ilahini dinləyək bahəm. Mevla Ali Mevla, 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 Mevla Ali Mevla. Yoxdur Əlinin bənzəri, fəth eyləyibdir Xeybəri. Yoxdur Əlinin bənzəri, fəth eyləyibdir Xeybəri. İsmi olubdir əzbəri, Mövla Əli, Mövla Əli. İsmi olubdir əzbəri, Mövla Əli, Mövla Əli. Mövla Əli, Mövla, Mövla Əli, Mövla, Mövla Əli, Mövla, Mövla Əli, Mövla. Kaçmak döyüşten et zaman zalimlere vermeyip aman. Kaçmak döyüşten et
zamanı zalimlere vermeyip aman, derde salıp küfrü yaman. Mevla Ali, Mevla Ali, derde salıp küfrü yaman. Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla, Mevla Ali, Mevla, Mevla Ali, Mevla, Mevla Ali, Mevla. Meydanların aslanısan, dertlilerin dermanısan. Meydanların aslanısan, dertlilerin dermanısan. Sen Fatime'nin canısan, Mevla Ali, Mevla Ali. Sen Fatime'nin canısan, Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla, Mevla Ali, Mevla, Mevla Ali, Mevla, Mevla Ali, Mevla. Sen ağam derde deva, ismin verir kalbe sefa. Sen ağam derde deva, ismin verir kalbe sefa. Olsun sana canım feda, Mevla Ali, Mevla Ali. Olsun sana canım feda, Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla, 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 Mevla Ali, Mevla. Ya Allah, Kərbəlayi Məhəmməd çox sağ ol. Allah səsvə, ömrüvə, imanıva bərəkət versin. Nə yaxşı varmışsınız. Nə yaxşı sizin tək ki bizim məddahlarımız var, cavanlarımız var. Allah Taala sizin ömrünüzə, imanınıza, dünya və axirətinizə bərəkət versin. Sahid, öyle sualım sənədir. Ya Allah. Biz bugün Ustad Hacı Yaşar Cahidin adını çəkdik. Yəni doğrudan umulası bir sənətkar deyil. Bir neçə gün bundan qabaq elə bizim bu WhatsApp səhifəmizdə bir qrup var ki, bizim Nardıramızın çox dəyərli oğulları, dəyərli sənətkarları ki, orada şairlərimiz də var, muğam şünaslarımız da var, ədəbiyyata böyük məhəbbəti. Ümumən bizim kənd, yəni fərqləndirmir amma. Yəni bu Nardıran kəndi böyük bir sənət kəndidir, böyük bir ədəbiyyat kəndidir, irfan kəndidir, ariflərin, üləmalərin kəndidir. Bu kəndin Hacı Xəlil Tuğutçusu olub, bu kəndin Hacı Maili olub, mən gördüklərim, Hacı Ələmdar Mahir olub, Hacı Yaşarı olub və bu gün də bizim maşallah Bəhruz qardaşım kimi, Həmid qardaşım kimi və s. Qardaşlarımız ki, inşallah vaxt aşırıb, biz onları studiyamıza dəvət edəcəyik, onlardan istifadə edəcəyik. Mən qadirəm rəhmətli Hacı Yaşar Cahidin halı həyatda olduğu illərə. İlk dəfə o ilə toya gedəndə, bir məclisə gedəndə Zahid hansı hisslər yaşamışsın? Mənim üçün bu çox maraqlıdır. Əzi gözəl sualdır. İlk dəfə Əzi ilə toya gedəndə mənim səsim çıxmadı. Oxuya bilmədim. Cəllabadda idi, İmam Zaman Əleyhisselamın mövluduna təsadüf eləmişdi. Saatda görə Hacı ilə oxuyurdu, mənim səsim çıxmırdı. 2 saat yarımdan sonra yavaş. Yəni bu bir həyəcan idi. Həcə həyəcan idi. Ki, mən Hacı Yaşarın qabağında nə oxuyum? Ustadla oxumaq hələ özü böyük bir həyəcan idi. Dəhşət həyəcan idi. Uşaq vaxtı Hacının yanına gedəndə dərsə 25-26 nəfər var idik. 3-4 ay getdik, axırı 4 nəfər qaldı idi. Kərbəlayi Məhəmməddir, Hacı Kəmran qardaşımız, mən idim, Fərəc idi. 4 nəfər qalmışdı. Yenə də elənciyinə dərsdə də adam görürsən ki, həyəcan keçirdir. İndi toy gör necə məsuliyyətlidir. Hələ o toya gedəndə, məsələn 22-23 yaşım var idi, uşaqlıqdan nə qədər keçmişdi də. Yenə də həyəcanlardı. Həm də ki, mən o auditoriyanı görməmişdim.
Biz oxuduğumuz mövludlar, toylar oxuyurduq, mövludlar məscidlərdə. Yəni o ab-ı hava ilə toy ab-ı havası bir başqa bir şey. Toyun məsuliyyəti insanın çiyinlərində. İndi mən bilirəm ki, rəhmətli həcimə çəkib. Hacı Zahid, Hacı Yaşarın sənin bu yəni bu vəziyyətində səni o vəziyyətdən necə çıxardırdı? Məsəl üçün oxuya bilmirdi. Ustad olaraq nə deyirdi? Mənim üçün maraqlı deyil bu. Çünki mən də bunu yaşamışım. Ona görə sual verirəm. Hə. Bir dəfə olub məsələn olur da hər oxuyan başına gəlir ki, ses işləmir, əlində olmur. Ses Bu məlum məsələdir. Bəli. Oxuyurdu, Digahda idi, Digah kəndində idi toy. Öyle bir yerdə idi qrup. Dedi, bir dənə səndən bir şey istəyiblər oxu. Dedim, ayacım, mənim səsim çıxmır. Dedi, bir təhər oxu yenə. Dedim, çıxmıraq. Dedi, aslı mənim səsimlə oxu. Bir dəmcə balaca arada mən dediyimə qulaq as. Deyəcəm sən həmçə yavaş-yavaş özü oxuyurdu. Ay. Ələnsinə. Yəni bir ustalıq göstərir sənə. Ustalıq göstərirdi. Ustalıq göstərir. Həm də ki, nə qədər adam pirjivan yedirlər də. Həyəcan keçirsin. Həcə gördün ki, əli bir vəziyyətdən çıxartdı adama. Yo, yaxşıdır, maşallah, əla, belə. Gördün ki, toyun axırında sesin açıldı. Motivasiya verir də. Vallahi toy, namazdan sonra toyda sesin açıldı. Çox xoş. Ay Məhəmməd, sən maraqlı xalam oğlu mənə. Mənim üçün ki, sən hansı hissləri yaşamısan? Bax, elə bir anlarda olub səndə də. Allah ruhunu şad etsin həcinin. Böyle gözəl günlərimiz olubdu, belə. Necə deyərlər, həyəcan da deyəndə ki, düzdür, həyəcan olub həmişə. Çox vaxt gözəl həyəcan olub. Amma qoymurdu, əziz qoymurdu ki, həyəcanımız oldu. Deyirdi ki, hələ rahat ol. Həyəcanı qoyun bir kənara. Həyəcanlıq bir şey yoxdur burada. Əslində, oturub fikirləşirsən ki, həyəcanlı nə var? Pis bir iş görmür, əhli beyti mət eləyirsən. Hələ görürsən, Həcı Yaşarı, Həcı Nasiri, kömək olurlar bizə ki, həyəcanlanmayın, narahat olmayın. Hələ xırda, birinci düzü toydu, biraz adam olan ustadlarla ki, bir yerdəyik. Bir adam sıxılırsan, amma deyirlər ki, sıxılmayın. Ustad da olsa, belə də olsa, amma ki, narahat olmayın, oxuyun rahat. Yəni, səhvlərə də fikir verməyin. Sonra oxuyun hələ, yavaş-yavaş olaraq gedəcək. Hələ oxuya, sonra asılışdı gəlir. Mənim o yadıma gəlir ki, mən hazır təqribən söhbətə çox uzun illəri getmirəm. 1-2 il bundan qabaq, il yarım bundan qabaq bir əzamətçisi var idi. Türkan ilə Məmzərədə idi. Mən də həddən artıq yəni səsim dayanmışdı. İndi vəd vermişəm elə bir ki, bir ay bundan qabaq. İndi gəlib vaxt keçib, mənim səsim yanıb. Sənin sözün olması səs baxmır. Olur, hə. Dayanıb. Əlində də öyle səs. Həcə Nasirdir, ustad, mənəm. Və bizdən başqa da, biz iki Əhməddahı və sair ruhanilərdir. Mən neynim? Yanımda qeytdim, dedim ki, aycı, mən səsim işləmir, mən qalmışam belə, nə edəcəm falan, sən oxu da mən. Nə var burada bəyəm? Nə var burada bəyəm? Hələ bir dənə bağlıcı. Ruhlandı. Bir dənə peşdən başladı bu, mən də ardı, Ala gül kimi oxuyursan, nə var, nə basıb səsi. Yəni, elə bir dənə motivasiya verdi, elə bir dənə bizə stimul verdi ki, adam doğrudan da o mandrajı. Sonra görəcələ səsin dalı gəlir. Doğrudan səs açıldı. Səs açıldı. Allah Hacı Yaşar rəhmət, Hacı Nasirə can sağlığı versin. Hacı Aqil Əmiyallah can sağlığı. Nə yaxşı bizim belə ustadlarımız var. Bəli, Qurban bayramıdır. Söz yox, Qurban bayramını yaşayırıq Allah Taala. Nə qədər ömür vəfa eləyib, belə bu cür gözəlliyinə yaşamağı bayram bizlərə nəsib eləsin. Təbii ki, Qurbanın səhəri keçir. Bizdə Dərbənddə Qurbanın səhərindən artıq Məhərrəmin ətri gəlir. Məhərrəmin ətri gəlir da deyəndə bildiyi dənədən naşır. Mən istəyirəm ki, Zahid, ağamız İmam Hüseyn Əsəlamdan bir ad aparasan. Əgər könlündə varsa, əgər səni yormarıqsa, ağa İmam Hüseyndən bir şey oxuyuna qulaq asaq. Allah Taala bütün qəlblərimizi, ruhumuzu, dünya və axirətimizi İmam Hüseyn eləməsin. Çünki bizi məddah eləyən İmam Hüseyn ağa oldu. Bizi bugün burada əyləşdirən, bizi yaxşılan İmam Hüseyn. Hərdən özümə birini qoyun, birini danışıb. Məhəmməd, Zahid, Həmid, hərdən çox vaxt keçim. Görəsən bu Hüseyni olmayanların mənəviyyatı hardadır, necə olur? Bunlar necə yaşayırlar? Bunlar çox qəribədir. Andol Allah, xoş bizim halımıza ki, vallahi bu düzdür, biz gedə bilməsəydi, mən özüm üçün deyirəm, heç kəsə şam, mən özüm, o məktəbi gedə bilməsəydi, ən azından ağa İmam Hüseyn Əsəlamı tanıyıram da. Yəni, adı mənə bəllidir də. Can, Zahid, səsin gəlsin, ya Allah. Ya Allah. Bir də Hacı Aləmdar Mahirin nə gözəl. İmam Hüseyn Allah ruhunu şad eləsin. 5 beytlik
bir şeirdir ama ki kitab kadar Dərin tefsir mənası var. İnşallah onu Ya xidmətinizə Allah, arz ya edərik. Allah. Sallallahu aleyke ya Aba Abdillah. Şeref şairete bin Hüseyin'e baz elese. Şeref şairete bin Hüseyin'e baz elesen. Sözün şikarını vurmaqda şahbaz eləsən. Məqami Hazret Hüseyni yəqin ki dərk eylər. Tapıb həqiqəti her kim ki keşfi raz eləsə. Kul olmağa ya o şaha kimdeki liyakat var. Sağ olacaq, sağ olacaq. Bütün meleklere var ihtiyari naz eləsə. Bütün meleklere var ihtiyarı naz eləsə. Hüseyin türbetine el vurup teyemmüm eden, reva değil su tapıp sonra destemaz eləsə. Sağ olacaq. Günah yükü belvi indiden büküp mahi. Allah rəhmət eləsin. Seni bu şehrin eder, bizi bu şehir elyer belki serferaz eləsən. Bizi bu şehir elyer belki serferaz eləsən. Sağ olacaq, sağ olacaq Zahid. Səs və bərəkət. Elə soyutmuruq ha, Həmid. Ya Allah, ya Allah, ya Allah. Mən sən Allah səs və bərəkət versin. Hacı Məhəmməd Allah qorusun. Ya Allah. Kamran'a da Allah salamat eləsin. Amin, amin. Buyur Həmidcan. Aşıqəm mən bir kəsə, aləm onun heyranıdır. Ay. Aşiqəm mən bir kəsə, aləm onun heyranıdır. Az qalıb səbr eyləyək, dövran onun dövranıdır. Sağ ol. Ol gəlib zülmü, istəmdən məzlumi azad edər. Bir cümə mütləq gələr, çün Allahın fərmanıdır. Olsa gər bir müşkülün eşq ilə de, ləbbeyk Hüseyn. Ya Hüseyn zikri cahanda dərdlərin dərmanıdır. Sağ ol əmi. Gedmə ayrı səmtə, gəl üst tut Hüseyn dəstgahına. Gəl qoşul sən də bu cəmə, çünki eşq kərvanıdır. Sorsalar səndən Həmid hikmətli söz yazdın necə? Söylə ki mənlik deyil, sahib zaman ehsanıdır. Söylə ki mənlik deyil, sahib zaman ehsanıdır. Gəlsin, biri də gəlsin. Biri də gəlsin. Doymuruq. Oradan gözəl. Maşallah. Gözəl insan. Gözəl insan bu qədər olma pərişan bəsdir. Çəkmə artıq daha sən zülm ilə hicran bəsdir. Bütün işlərimizi Allahdır bizim həll eləyən. Bütün işlərimizi Allahdır bizim həll eləyən. Nəzər etsə bizə də Xaliq-i Subhan bəsdir. İstəməm ki mən olum mülk-ü cahan eşqində. Azacıq olsa da bu dəhridə imkan bəsdir. Məzlumun ahına fəryadına biz dözməyirik. Gəlsin artıq daha o sahibi dövran bəsdir. Bu bəşər min cür oyunlar çıxarıb etdi günah. Bu bəşər min cür oyunlar çıxarıb etdi günah. Sən edən bu günahı etmədi nadan bəsdir.
Nə qədər azdıracaqsan axı insanları da, Allahın lənəti olsun sənə şeytan. Bəsdir ey Həmid. Ey Həmid, fəxr elə dünyada Əli şiəsisən. Bizlərə Əhl-i Beyt bir də ki Qur'an bəsdir. Bizlərə Əhl-i Beyt bir də ki Qur'an bəsdir. Çox Sağ ol. Allah təşəkkür edirəm. Həmid sağ ol. Həmid. Allah Allah şükürünüz sənin olsun. ömrü və qəlam və imanı və dünya və axirət və bərəkət Amin versin. inşallah. Çox sağ olun. Bahəm Hacı. Mənim dəyərlərim, istəməzdim sizdən ayrılam. Amma bizə ayrılan vaxt bu bayram günündə başa gəlir çatır. O qədər mənə xoş oldu. Hacı Zahid, Həmid, Məhəmməd, o qədər mənə xoş oldu. Doğrudan sizi bilmirəm, mən bir zövq aldım. Bu verilişdən xüsusi zövq aldım. Mən bir də hər bircə fərdi də təşəkkür edirəm. Kamrana deyirəm ziyarətin qəbul olsun. Hacı Nasirə deyirəm Allah böyüklükdən əski eləməsin inşallah. Və mən sizdən, daha doğrusu biz sizdən ayrılırıq. Gələn həftənin bugünkü gününə qədər inşallah özünüzü xəta və bəlalardan qoruyun. Sonsuz təşəkkür edirəm, amma sonda yenə də dəyərli Kərbəlayı Məhəmməddən sözümüzün sonu İmam Hüseynlə gəlib. Sözümüzün əvvəli də İmam Hüseyndir, axırı da İmam Hüseyndir. Elə Kərbəlayı Məhəmməd qardaşımın Kərbəla İmam Hüseyn əleyhissalama həsr olunmuş bir ilahisi ilə sizlərdən ayrılırıq. Sağ olun, salamat qalın. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. Qismət eylə ey Xuda, ey Xuda, ey Xuda. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. Qismət eylə ey Xuda, ey Xuda, ey Xuda. Aşıqın duasıdır Kərbəla hər zaman. Sən buna şahidisən ey Xuday mehriban. Kərbəlaya kim gedir doymur oradan bir an. Gedən istəyir Xuda Kərbəla bir daha. Gedən istəyir Xuda Kərbəla bir daha. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. Qismət eylə ey Xuda, ey Xuda, ey Xuda. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. Qismət eylə ey Xuda, ey Xuda, ey Xuda. Mehribansan Allah'ım bizlərə et nəzər. Kərbəlaya eyləyək n'ola bizdə səfər. Dərgahı və əl açıb çoxlu şam o səhər. Kərbəlatun eylirik qəlbi sızlar dua. Kərbəlatun eylirik qəlbi sızlar dua. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. Qismət eylə ey Xuda, ey Xuda, ey Xuda. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. Qismət eylə ey Xuda, ey Xuda, ey Xuda. Kərbəla ziyarəti ruha eylir dəva. Kərbəlada vardı bir ayrı özgə səfa. İsmət eylə bu cəmə ərbəin Kərbəla. Ey Xuda be xatiri Mustafa Mürtəza. Ey Xuda be xatiri Mustafa Mürtəza. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. İsmət eylə ey Xuda, ey Xuda, ey Xuda. Arzumuzdu Kərbəla, Kərbəla, Kərbəla. İsmət eylə ey Xuda, ey Xuda,